Bu ensiklopediyada yeni sözü görüldü. Yani birinci təxminən. Bu da mənim ön sözdən başlayır kitab. Ardınca qələbəmiz. Biz kitab daha tez çap olunmalıydı. Elə qələbəyə görə, bizim müharibəyə görə nəşitdik kitabımızı. Ondan sonra gəlir burada 21 fəsil var kitab. Bizim burada dahilərimiz, klassiklərimiz, bütün hər kəs var bu kitabda. Tariximiz, folklorumuz, yəni bəlkə Sovet İttifaqı qəhrəmanları. Yəni bax belə. Burada Bala Məşədi dediyim kimi Ələkbər bəy, Rəfi bəyli, Hüsaməddin bəy. Yəni bax burada tanınmış tarixi şəxsiyyətlər, hər kəs var. Burada bir fəsil bizdə sonunda diasporamız gedir. Diasporada var bu kitabda bir fəsil diasporadır. Amma burada 320 şəhidimiz, qəhrəmanımız da Koroğlu, yəni bütün milli qəhrəmanlarımızdan milli qəhrəmanlar hamısı var burada kitabda. Eləcə də bizim şəhidlərimiz, yəni burada şəhidlərimiz təmsil olunur. Bax burada bizim şəhidlərimiz də var bu kitabda. Allah hamısına rəhmət eləsin. Bəli. Bizim burada indi poeziya, digər fəsillərimiz var. Yəqin bunları vərəqlədikcə tanıyacaqsınız, görəcəksiniz keçmişdən olan insanlar. Bunlar əksəriyyətdə tanınmış insanlardır. Bunlar nazirlərdir, deputatlardır, icra başçılarıdır, iş adamlarıdır. Yəni müxtəlif sahələr bu kitabda təmsil olunmuşdur. Mən deyirdim sonra, amma heç soruya saxlamıram. Bu kitabı ürəklə sizin muzeyə təqdim edirəm. Allah sizə can sağlığı versin. Yəni sizin gördüyünüz için böyüklüyü məni heyran elədi həqiqətən. Ona görə də bu muzey üçün nə olursa belə azdır. Sağ olun. Yenə deyirəm sizə Allah can sağlığı versin, uzun ömür versin. Biz sizi vaxtaşırı görə bilək ki, daha böyük işlərlə. İndi bir də dediyim kimi təşəbbüs qaldırıb, indi bu görə nə edə bilərik, gücümüz nəyə çatar, Azərbaycanda belə çətindir bu işlər, mən etiraf edib deyirəm. Amma çalışarıq ki, sizin bu muzey nəsə olsun, inşallah. Çünki bu möhtəşəmlikdə işi dayandırmaq olmaz, əksini genişləndirmək lazımdır. Sağ olun, mən sizdən çox razı qaldım. Allah sizə can sağlığı versin. Mənim telefonum var sizdə, əlaqə üçün nə vaxt lazım olsa, indi imkan düşdükcə mən özüm də əlaqə saxlayarım inşallah. Allah qismət eləsin, gələcəkdə biz də görüşək. İnşallah. Allah qismət eləsin hər şey. Əsas odur ki, bugün mən gəldim, gördüm. Çox xoş oldu. Mənim üçün bundan artıq xoş oldu. Sağ olun. Sağ olun.